Tamam, xoş gördük sizləri. Bugünkü dərsimiz eksogen relyef formalarıdır. Eksogen relyef formaları nədir? Xarici qüvvələrin təsiri ilə yaranan relyef formalarına deyirik. Bunlar başqa cürə adlanırdı. Morfoskulpturlar. Skulptur. Morfostruktur endogen qüvvə idi. Morfoskulptur isə eksogen qüvvələrin təsiri ilə yaranan relyef formalarıdır. Eksogen qüvvələrin təsiri ilə yaranan relyef formalarına aiddir. Deməli, küləyin fəaliyyəti ilə yaranan relyef formaları adlanır. Deflyasiya, eol, külək. Buzlaqların fəaliyyətindən yarananlar eksorasiya, relyef formaları, daimi axar sular, yəni çayların fəaliyyətindən yaranan relyef formaları, abraziya, dalğaların təsirindən yaranan relyef formalarıdır. Yeraltı sular, elə yeraltı suların təsiri ilə yaranan relyef formalarıdır. Arid dönədösən relyef formaları isə müvəqqəti axarların təsiri ilə yaranan relyef formalarıdır. Birinci baxaq bunlara. Dağıcı relyef forması nədir? Yaradıcı relyef forması nədir? Dağıdıcı relyef forması hər hansı bir yeri, yəni toplama prosesi getmir də, dağıtma prosesi gedir ora. Astanadır, şəlalədir, məcradır. Şəlalə nədir? Dağın hündürdən qırılıb aşağıya doğru yüksək sürətlə axmasıdır. Astana nədir? Çayda olan maneələr, qayalıqlardır. Bunlar dağıdıcıya aiddir. Yaradıcı isə akkumulyativdir, yəni toplama prosesi nəticəsində yaranır. Gətirmə konusu toplanmadır, akkumulyativ çay terrası toplanmadır, alüvyal düzənliklər, moren tirələri, moren təpələri, bunlar hamısı yaradıcı relyef formalarına aiddir. Daha sonra deyir ki, qeyddə qabarıq morfostrukturlar daxilində yaranan mənfi relyef formaları, kanyonlar, erozyon terraslar, turoq dərələri. Məsələn, turoq dərəsi nədir? Dağda, indi növbəti slaydlarda izah edəcəyik. Buzlaqların fəaliyyətindən yaranan relyef formasıdır. Mənfiyə düşür, çökəkliyə. Buna görə deyirik ki, müsbət relyef forması daxilində yaranan mənfi relyef forması. Və yaxud da vulkan özü müsbət relyef formasıdır, onun daxilində yaranan krater isə mənfi relyef formasına aiddir. Birinci növbədə baxaq defilyasiya el relyef formalarına. Defilyasiya dedik küləyin fəaliyyətindən yaranan relyef formalarıdır. Bunlara nələr aiddir? Barxanlar, daha sonra düyünlər və qum təpələri, qum tirələri aiddir. Barxan nədir? Barxan külək əgər bir istiqamətdə əsirsə, bu zaman barxan yaranır. Yəni bir tərəfi aypara forması alır, bir tərəfi hündür, digər tərəfi isə az meyilli olur. Buna deyirik barxanlar. Barxanların hündürlüyü çox olmur. Adətən onların hündürlüyü 30 metrə çatır. Düyünlər isə külək iki tərəfdən əsdikdə yaranan relyef formasına deyirik düyünlər. Bunun nəticəsində də relyef formalar hündürləşdirir sanki özünü. Ona görə deyirik düyünlərin hündürlüyü 100 metrə qədərdir. Daha sonra qum təpələri, qumun bir dənə yerdə. Bunlar ard-arda yaranan relyef formalardır. Amma qum təpəsi bir dənə yerdə belə bir relyef forması yaradır. Bu qum təpəsidir. Bu şəkildə. Qum təpəsi və qum tirəsi. Bunlar küləyin fəaliyyətindən yaranan relyef formalardır. Əsasən səhralar üçün xarakterikdir. Böyük səhra olsun, Viktoriya səhrası olsun, Böyük Qumlu səhrası, Ərəbistan yarımadası relyef formasına aid olsun. Yəni səhralara aid defilyasiya eol relyef formaları. Daha sonra ikinci gəldiyi buzlaqların relyef forması, buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları, yəni eksorasiya. Bunlara nələr aiddir? Moren təpələri, moren tirələri, karlar, sirklər, turoq dərələri. Baxaq birinci bunlara. Buzlaq nədir? Ümumiyyətcə buzlaqlar, dağ buzlaqlarından söhbət gedir. Qar xəttindən hündürdə qalan yerlərdir. Baxın, bu isə qar xəttindən yuxarıdır ki, burada qar qalır. Yəni temperaturun 0 dərəcə Selsi aşağı olduğu yerlərdir daima. Qar xəttindən yuxarıda qalan yerlərdə hər zaman buz olur, qar olur. Onların fəaliyyətindən yaranan relyeflərə baxaq. Qar əridiyi boyunca özü ilə üz aşağıya doğru hərəkət edir. Bu zaman belə V formasında dərələr yaranır. Dərinləşdirir dibini. Qar ağırdır, oturur aşağıya doğru və dərinləşdirir. Burada belə bir dərələr yaranır. Bu dərələr adlanır turoq dərələri. Müsbət relyef forması daxilində yerləşən mənfi relyef forması turoq dərələri. Buzlarda, bu qarlarda həmin dərənin içərisi boyunca hərəkət edir, üz aşağıya doğru gəlirlər. Və onlar aşağıya doğru hərəkət etdikcə yollarına çıxan suxurlar onlarla bir yerdə hərəkət edir. Daha sonra həmin buzlaqlar qar xəttinə gəlib çatdıqda onlar əriyirlər və su kimi axıb gedirlər. Amma əridiyi yerlərdə özlərlə gətirdiyi çöküntüləri toplayırlar ki, bu çöküntülər də adlanır morenlər. Moren təpələri. Əgər bir yerdə çökdürürlərsə onların moren təpəsi, əgər təpələr silsilə forması əmələ gətirirsə bunlar da adlanır moren tirəsi. Və müsbət relyef daha doğrusu deməli yaradıcı relyef formalarına daxildir moren təpəsi və moren tirəsi. Buzlaqların öz hərəkəti boyunca özləri ilə qət etdiyi çöküntülərin çökdürülməsidir. Moren təpəsi, moren tirəsi. Turoq dərəsi isə onların yaratdığı dərə idi.
Daha sonra karlara və sirklərə baxaq görək kar və sirk nədir? Karlar buzlaqların fəaliyyəti ilə yaranan çökəkliklərdir. Bir dənə yerdə belə uzanıb getmir dərə kimi. Bir dənə yerdə yaranır. Buna deyirlər çökəkliklər. Buzlaqların yaratdığı çökəkliklər. Bunlar adlanır kar. Onlarda əgər qar əriyib suya dönərsə, bunlara deyirik kar mənşəli göllər. Karlar əgər bir-birləri ilə yəni yaxınlığında, bir-birlərinin yaxınlığında belə yerləşən karlar varsa, bunlar amfiteatr forması əmələ gətirirsə, adlanır sirklər. Karların birləşməsindən yaranır. Bu da aid oldu buzlaqların yaratdığı relyef formaları. Ekserasi relyef formaları. Növbəti slayd. Daimi axar suların təsiri ilə yaranan relyef formaları, yəni söhbət çaylardan gedir. Hər bir çayın mənbəyi və mənsəbi var. Mənbə çayın başladığı yerdir, mənsəb çayın töküldüyü yerdir. Çay öz fəaliyyəti dövründə iki cür çökdürmə prosesi baş verir. Bir yaradır gətirmə konusu. Gətirmə burada yoxdur adı, onu da yazaq. Gətirmə konusu bir də yaradır delta. Necə buzlaq öz fəaliyyəti dövründə hərəkət etdikcə suxurları özü ilə toplanmırdı, gətirib çökdürdü, moren təbəsi yaradırdı. Burada da eynilə elədir. Çay öz hərəkəti boyunca, daimi axar boyunca özü ilə suxurlar gətirir. Dağdan düzənliyə çıxdığı yerdə həmin suxurların bir hissəsini çökdürür ki, bunlar adlanır gətirmə konusu və düzənlikdən gəlib axıb mənsəb hissədə gətirib çökdürdüyü yer isə bax bu hissədə çöküntülərin toplanması adlanır delta. Çayın iki cür çöküntüləri toplanır. Bir, dağın düzənliyə çıxdığı yerdə gətirmə konusu, bir də mənsəbdə çökdürdüyü çöküntülər, bunlar da adlanır delta. Daha sonra meandr nədir? Çayın əyri-üyrü döngələrinə meandrlar deyilir. Meandrların yaranmasının səbəbi çay hərəkəti boyunca maneələrə rast gəlir və istiqamətini dəyişir. Buna deyilir və döngələr yaranır. Buna da deyirik meandrlar. Çayın meandrlar adlanır. Daha sonra terras nədir? Çayın ətrafında yaranan pilləvari relyef formasıdır. Çayın səviyyəsi əvvəl bura kimi olub, ondan sonra aşağıya düşüb, sonra yenə aşağıya düşür və bunun nəticəsində pilləvari relyef forması yaranır ki, bunlara da deyirik terraslar. Buna daimi axarların təsiri ilə yaranan relyef formaları. Şəlalə nədir? Astana nədir? Şəlalə e, dağ çaylarının hündürdən qırılıb üz aşağıya doğru sürətlə hərəkət etməsi nəticəsində yaranır. Dağıcı relyef formasıdır. Astana nədir? Düzənlik çaylarında çayda rast gəlinən qayalı hissələrdir ki, maneələrdir. Buna görə deyirik astanalı çaylar gəmiçilik üçün yararsız çaylar hesab olunurlar. Daha sonra keçirik abrasiya relyef formalarına. Abrasiya relyef formaları nədir? Dalğaların təsiri ilə yaranan relyef formalarıdır, dəniz dalğalarının. Buna əsasən də üç tip sahillər formalaşır. Fiord tipli sahillər, Dalmasiya tipli sahillər və şixer tipli sahillər. Birinci baxaq buna şixer tipli sahillərə. Şixer tipli sahillər nədir? Ərazinin çox qayalı olmasıdır şixer tipli sahillər. E, Daha doğrusu bu fiord tipli sahillərin nümunədir. Şixer tipli sahillərə nümunə şəkildə yoxdur. Fiord tipli sahillər nədir? Dərin və ensiz körfəzlərdir. Əslində buz tipli sahillərin yaranmasına səbəb buzlaqlar olub. Əvvəlki troq dərələrinin yerinə okeandan su dalğaları təsir eləyir, həmin hissəyə daxil olur, həmin körfəzlərə. Və bunun nəticəsində fiord tipli sahillər yaranır. Fiord tipli sahillər xarakteristik Skandinaviya yarımadası üçün. Skandinaviya. Dalmasiya tipli sahillər nədir? Dalmasiya tipli sahillərdə sahil ölkə paralel istiqamətdə uzanır. Bu da Xorvatiyaya xarakterlikdir. Xorvatiya və Adriatik dənizinin sahillərində. Burada Adriatik dənizidir. Aralıq dənizində daxili dənizdir. Adriatik dənizi. Sanki bu sahildə yerləşən adalar əvvəllər ölkəyə bitişik olub, sonradan ondan qırılıb belə sahildə adalar yaradıb. Və bunların hamısında da yaşayış var demək olar ki, şəhərlər salınıb, çimərliklər salınıb, yeni bu adalarda yaşayışlar var. Bu da aid oldu Xorvatiya ölkə və Adriatik dənizinin sahilinə, Dalmasiya tipli sahillər, sahilə paralel olan sahil zonaya paralel olan sahillərdir. Şixer tipli sahillər nədir? Şixer tipli sahillər əsasən qayalı sahillərdir. Bunlar da Baltik dənizinə xarakterlikdir. Ərazi qayalardan təşkil olunmuşdur sahil zona. Bu da dalğaların fəaliyyətindən yaranan relyef formalarıdır. Daha sonra keçirik növbəti slayda yeraltı suların fəaliyyətindən yaranan relyef formaları. Bunlara aiddir sürüşmələr, kars mağaraları və kars qıfları. Sürüşmə nədir? Sürüşmənin olması üçün bir leysan tipli yağışlar olmalıdır. Bir də su keçirən suxurlar üzərində, su keçirməyən suxurlar üzərində su keçirən suxurlar olmalıdır. Yəni yuxarıda su keçirən olmalıdır, su keçirən.
Aşağıda isə su keçirməyən. Buraya ox işarəsi qoyuram ki, keçirməyən suxurlardır. Yağış yağır, bu su keçirən suxurlardan üzü aşağıya doğru hərəkət edir. Burası su keçirməyən üzərinə. Sonra burada da palçıq forması yaradıb həmin suxuru sürüşdürməyə səbəb olur. Və meyilli olmalıdır ki, sürüşmə hadisəsi baş versin. Və bunun nəticəsində sürüşmə hadisəsi baş verir. Sürüşmənin qarşısını almaq üçün nələrdən istifadə edilir? Drenaj şəbəkəsi yaradılır. Drenaj nədir? Yeraltı suları kollektorlara axıtmaq üçün yaradılan kiçik hidrotexniki qurğulardır. Yəni yağış yağdı, su keçirən suxurdan aşağıya keçirdi, su keçirməyən üzərində toplandı. Həmin suxurlar yeraltı suların da səviyyəsini qaldırır və bu drenajlar vasitəsilə o suları qurudurlar, aparırlar, boşaldırlar kollektorlara. Bunlar deyirik drenajlar. Bundan başqa sürüşmələrin qarşısını almaq üçün fitomeliorativ tədbirlər də həyata keçirilir. Fitomeliorativ tədbirlər nədir? Misal üçün ağac əkilməsi, sahil zonanın ağac əkilməsini nümunə göstərə bilərik. Torpaqların bərkidilməsi və sair kimi tədbirləri buna nümunə göstərə bilərik. Daha çox karst mağaraları nədir? Karst mağaraları yumşaq əhəngdaşı suxurlarının yeraltı suların təsirindən yuyulmasıdır. Bax, bunlar karst mağarasına nümunə. Dünyada ən böyük karst mağarası, misal üçün, ABŞ-da Mamont Flint mağarasını nümunə göstərə bilərik. Azərbaycanda elə Azıq mağarası da karst mağaralarına nümunədir. Sonra Avropada ən uzun mağara Sloveniyadakı Postoyun mağarası idi. Karst mağaralarına nümunə göstərə bilərik. Sonra Abxaziyada var idi Yeni Afon mağarası, yəni Qafqazda. Bu da Kars mağarasıdır. Və Kars qıfları nədir? Kars qıfları belə bir relyef formasıdır. Sanki quyu formasında dərinə doğru gedir. Bunlara da deyirlər Kars qıfları. Və gəldik arid denodosiyan relyef formalarına. Arid denodosiyan relyef formaları müvəqqəti axarların təsiri ilə yaranan relyef formalarıdır. Bir ərazinin arid denodosiyan olması üçün həmin ərazi quraq iqlim şəraitinə malik olmalıdır və meyilli olmalıdır. Və ora qəfil yağan yağış olmalıdır. Yəni müvəqqəti axarlar, qəfil yağan leysan xarakterli yağışlar olmalıdır ki, arid denodosiyan relyef forması yaransın. Bunun nəticəsində yarananlar yarğanlar, qobular və beltlərdir. Yarğan sanki uzanıb gedən şirin formasında uzanıb gedən relyef formasıdır. Yarğanın inkişafının son mərhələsi adlanır qobu. Yəni bu yarğanın inkişafının son mərhələsidir. Bedland isə belə əlverişsiz torpaqlardır. Quru daşlardan təşkil olunmuş torpaqlardır bedlandlər. Bunlar da adlanır arid denodosiyan relyef formaları. Bir də baxaq burada aşınmanın növlərinə. Aşınmanın üç növü var. Fiziki aşınma, kimyəvi aşınma və üzvü aşınma. Fiziki aşınma əsasən gedir səhralarda. Səhralar üçün xarakterlidir. Buna başqa mexaniki aşınma da deyirik. Temperaturun dəyişməsi nəticəsində baş verə bilər. Buzlaqların təsiri ilə, küləyin təsiri ilə, suxur qatlarında suyun donması nəticəsində. Bunlar suxurlara təsir edir. Soyuğun təsiri ilə suxurlar genişlənir, istinin təsiri ilə isə yığılır. Bunun nəticəsində fiziki aşınma baş verir. Səhralar üçün xarakterlikdir. Kimyəvi aşınma əsasən suyun təsiri ilə baş verən aşınmadır. Havanın təsiri, suyun təsiri və üzvü qalxaların təsiri ilə baş verən aşınma növüdür. Mülayim və ekvatorial enliklər üçün xarakterlikdir. Mülayim və ekvatorial. Və üzvü aşınma, yəni bioloji aşınmadır. Bitkilərin və heyvanların təsiri ilə baş verən aşınmadır. Misal üçün, bitkinin kökləri suxurları parçalamaq üçün maddə ifraz edir. Bu təsir edə bilir. Və yaxud da torpağın altında yaşayan canlı orqanizmlər, heyvanlar yəni, hərəkətin əsasında suxurlarda boşluqlar yaradır ki, ora havanın daxil olmasına, suyun daxil olmasına səbəb olur ki, bu da aşınmaya səbəb olur və s. Və bunların qalıqlarının toplanması nəticəsində yaranan suxurlara təsir edən aşınma növüdür, üzvü aşınma. Bunlar da əsasən canlı orqanizmlərin zəngin olduğu ərazilər üçün xarakterlikdir. Bu da ekvatorial və mülayim yerlərin nümunə göstərə bilərik. Dərsimiz bu qədər.